Ölkədə və dünyada baş verən ən son hadisələrdən xəbərdar olmaq üçün videonu bəyənib, kanala abunə olub, bizə dəstək ola bilərsiniz. İndi isə keçək xəbərə. Əksər hallarda biz söhbəti birbaşa pandemiyadan başlayırıq və hər şeyi ona bağlayırıq. Halbuki bu problem təkcə pandemiya ilə məhdudlaşmır. Səyyar TV xəbər verir ki, bu sözləri Axar Azı açıqlamasında tibb elmləri doktoru, professor Adil Qeybulla gənc yaşda infarkt hallarının çoxalmasının pandemiya zamanı vurulan peyvəndlərlə bağlı olması haqda danışarkən bildirib. Doğrudur, COVID-19 və vaksinasiya dövründən sonra tromblaşma və digər ürək-damar problemlərinin sayı artıb. Bununla bağlı beynəlxalq səviyyədə tədqiqatlar aparılır və yaxın vaxtlarda nəticələr açıqlanacaq. Bu təsirləri inkar etmək olmaz, amma məsələ yalnız bununla bitmir. Mənim fikrimcə, əsas məsələ müstəqillikdən sonraki dövrdə həyat tərzimizin kəskin dəyişməsidir. Bu, daha ciddi faktordur deyə həkim qeyd edib. Adil Qeybulla bazarda süni və qatqılı qidaların artmasının da insan sağlamlığına mənfi təsir göstərdiyini vurğulayıb. Yağların istehsalına diqqət edin, dünya əhalisi bugün 8 milyarda yaxınlaşır. Bu qədər insana yağ məhsulları çatdırmaq üçün nə qədər inək yetişdirilməlidir? Bu, sadə görünsə də çox düşündürücü sualdır. Ona görə də bazarda süni və qatqılı məhsulların artımı qaçılmazdır. Lakin bu qidalar insan orqanizminə ciddi zərər vurur və onların istifadəsi sürətlə artır. Nəticə olaraq, sağlam qalmaq üçün az yemək, düzgün qidalanmaq və daha çox hərəkət etmək hər bir insanın həyat prinsipi olmalıdır.